var ki onları etmirlər. Amma bu nə dərəcədə, bu bəyin özündən də asılıdır hardasa. Yəni təkcə hər şey xanımın üzərinə, yəni qarşılıqlı olmalıdır bütün Düzdür qızım, qarşılıqlı olmalıdır. Bax, bəy, sən dediyin kimi qızım, bəy çöldən gəlir. Hardasa nəsə onu qıcıqlandırır. O, onu orada ürəyin boşalda bilməyib. Gəlir, o öz qadının belə balaca bir söz deyən kimi... Bu, yəni nə dərəcədə doğrudur? Qoy deyim sənə qızım, bunu da deyəcəm sənə. Gəlir o öz qadını ilə. Qadın da indi evdə, hardasa, bunun da indi problemi olub, qadın da əsəbidir. Gəlir o hökmən qızım, hökmən öz demək, əsəbin yersin, qadına dökməlidir. Amma qadın orada onu dərk eləməlidir. Axı bu dünən belə deyildir. Bəs qadın da əsəbidirsə, bəs o zaman onu kim dərk edəcək? Onda bax qızım, ikisi də od olanda nə ola bilər? Bax, bunu da düşün qızım. Qadın nə qədər qızım əgər əsəbi olsa da, qadın nə qədər əgər problemi olsa da, qadın səbr eləməlidir. Səbr ağacı acı olar. Amma meyvəsi şirin olar qızım. Əgər orada qadın səbr eləsə, ona heç nə deməsə, o birazdan gəlib ondan üzr istəyəcək. Bax, bizim çox ailələrimiz niyə görə dağılır? Nə üçün dağılır? Bir-birin başa düşməməyə görə. Yenə də mən deyirəm qızım, qadınlar kişiləri qorumalıdırlar. Amma çox təəssüf olsun ki, indiki dövrdə, xüsusilə gənc xanımlarımız, bu sizin dediyiniz bu misallar var ki, onların heç birinə əməl etmirlər. Çünki şıltaqdılar, dəcəldilər, ailədə valideyn onu elə böyüdür ki, məsələn, evin bir qızıdır. Yəni, bunları ümumiyyətlə dərk etmirlər onlar. Və yaxud da dərk etsələr də əməl etməyə heç vaxt istəməzlər. Qızım, gerək belə söhbətlər olsun. Bax qızım, Züleyxa və Yusif və Züleyxa kinosunu baxıbsınız? Baxmışıq. Mən əsəri də oxumuşam. Mən Yusif və Züleyxa əsərini oxumuşam. Yaxşı, Züleyxa gözəlləşdi. Bax qızım, kinoya baxıbsınız. Nə başa düşdünüz oradan siz? Dediniz ki, Züleyxa gözəlləşdi, çox gözəl kino çəkilib, çox təbii kino idi o, hamının xoşu gəlib və orada artıq şeylər yox idi. Nə üçün Züleyxa o cür gözəlləşdi birdən-birə? Niyə qızım? Niyə? Bax, indi mən deyirəm sizə. Çünki Züleyxa təkəbbürlü qadın idi. Söhbət qadın dünyasından gedir. Bayaq sənin sözübə gəlirəm ki, deyirsən ki, qadın da əsəbidir. Qadın təkəbbürlü olmamalıdır, qızım. Allah hər şeyi bağışlayır. Yaradanımız hər şeyi bağışlayır. Amma təkəbbürlüyü bağışlamır. Bax, qızım, Züleyxa təkəbbürlü idi. Heç kimi bəyənmirdi. Heç kəsi bəyənmirdi. Amma sonra isə onda elə bir ilahi sevgi yarandı. İlahiyə qarşı elə gözəl səmimiyyət yarandı. Elə gözəl mehribanlıq yarandı. Yəni onun o daxilə əslində gözəlləşdi. Ay sağ ol qızım, ay sağ ol. Tapdın cavabı indi. Mən əslində cavabı çoxdan tapmışdım. Ay sağ ol qızım. Bax, yəni deməyim odur ki, onun daxili o qədər gözəllikdir. Allahımız, yaradanımız ona olan eşqin, yəni süni eşq deyildi. O təbii eşq idi. Onun təbii eşqinə görə ona mükafatlandırdı, onun simasını hamıya gözəl göstərdi, əvvəlki Züleyxanı göstərdi. Bizim bir dəb rubrikamız var, istəyirdik keçid alaq, daha sonra bərabərimiz davam edəcək. Belə əziz tamaşaçılarımız, bərabərliyimiz davam edir və söhbətimiz təbii ki, davam edir. Və mən istəyirəm, biləm, bayaqki məsələyə qayıdaq. Ola bilər ki, hansısa bir valideynlər yola getmirlər, ayrılırlar, amma onların çox gözəl bir övladları çıxır. Yəni, cəmiyyət qarşısına öz sözlərini deyə bilirlər, ola bilir və cəmiyyətdə mövqe tutublar. Bu məqamda istəyirdim deyəsiz. Valideynlər ayrılıblar, yoxsa? Ayrılıblar, məsələn. Ayrılıblar və yaxud da yola getmirlər. İndi qoy deyim sənə qızım.
Demək elə o valideynlərin də ayrılma səbəbi bayaq bu dediyim səbirsizlik üzündən olub. Qoy əvvəlcə izah eləyim onu. Hamı eşitsin mənim dediyimi. Ailə quranda, qızım, gəlin elə bil birinci sinifə gəlir. Ana, yəni evin qaynanası, birinci sinifdə şagirdə müəllim necə yanaşırsa, əlindən tutub yazı yazdırır. Əlindən tutub ona hər bir şeyi öyrədir. Və gör, neçə il davam edir, institutda oxuyurlar. 5 il institut olur, düzdür qızım? 5 ildir də institut. 5 il. Bundan keçmişdə 5 il. Mən 5 illə danışıram. 5 il institut oxuyur. Ailədə 5 ilin içərisində 1 il mehriban yaşayırlar. Sonra yavaş-yavaş müharibə başlayır. 5 il müharibə davam edir. Qızım, bu dediyimi başqa cür qəbul eləməyin. 5 il müharibə qəbul. Bu müdrik kəlamlardan oxumuşam mən bunu. Orada səbr olunmalıdır. 9 il, 9-cu il isə, yəni 5 il keçəndən sonra hərdən bir dəfə savaşacaqlar, bağışlayacaqlar bir-birlərini. Hərdən bir dəfə savaşacaqlar. Sonra 9 il ərzində artıq onlar daha bir də Heç kəs müqəddəs deyil. Yox qızım, bax, indi qoy deyim. Bizim elimizin gözəl adəti, ənənəsi var. Bizim elimizin gözəl duyumları var. Bayaq mən dedim ki, bizim Azərbaycan xalqımızın, ümumiyyətlə, biz müsəlmanıq, bizim dinimiz İslam dinidir. Bizim dinimizdən gözəl din heç elə yoxdur. Qızım, qərbin mədəniyyəti gözəldir. Amma orada din yoxdur. Yəni, deməyəm odur ki, bax qızım, yəni, bayaq mən sizə dedim ki, yəni, səbr eləsə hər kəs, hər bir şeydə. Məyər o ayrılan ata, ayrılan ana, bayaq dediniz, məyər onlar peşman deyirlər. Həmin o vaxt keçəndən sonra onlar peşman olacaqlar və sonraki peşmançılıq da fayda verməyəcək. Deyirsən ki, uşaqları yaxşıdırlar, uşağa arxa lazım olacaq. Həmin anaya arxa lazımdır. Ayrılıbsa, özünü tərk hiss eləyəcək. Çünki ər qadının başının tacıdır. Qadını yaradanımız həmin demək ərə bir gözəllik siması kimi bəxşiş verib ki, onun mənəvi və fiziki cəhətdən həmişə ona bəxşiş verib ki, yəni onu qorusun. Qadını gözəl ona görə yaradıb ki, yəni bayaq mən dedim, daxili gözəllik onun üzünə çıxacaq. Qadının gözəlliyi simasında olmalıdır. Qadının gözəlliyi, qadın hökmü deyil ki, məsələn, yəni onun o simasının xoş sifətliyi, aurası, onun aurası, yəni onun elə bil ki, tacı işdən gələndə, onun başının tacıdır o qızım. Qadının gözəlliyi də onun əridir. Bunu unutmayın dediyimi. Heç bir qadın deməsin ki, ayrılıb ərindən, mən gözələm, mən vüqarlıyam, mən qürurluyam. Qadının qüruru da onun əridir, qadının vüqarı da onun əridir, sadiq dostu da. Məsləhət, kimdən məsləhət edə biləcək? Ən yaxşı məsləhətin o, öz həyat yoldaşı ilə. Qızım, unutma. Və o həmin ayrılan şəxslərə də yaxşı gözlə baxma. Heç vaxt onlara, heç vaxt yüksək qiymət vermə. Amma bəzi hallarda olur, ailə münaqişəsi zamanı, bəy əgər pisdirsə, qadın nə etməlidir? Öz həyatını Yox, indi mən demirəm ki, məhv etməlidirmi? Mən, məsələn, elə kişilər var ki, onlar da, qızım, yəni, ola bilsin ki, xəstə olsun, ola bilsin ruhu xəstə olsun, ola bilsin haradasa nəyinsə arudəsi olsun, onlar o hərəkət edə bilərlər. Söhbət burada əsl, necə deyim, əsilliyin itirməyən kişidən, əsilliyin itirməyən qadından gedir. O zaman heç ailə, əgər sizin dediyiniz bu məqamda təbii olaraq ailə heç bir zaman dağılmazdır. Əlbəttə ki, dağılmaz qızım.
Məsələn, indi isə bu dövrdə qızları kimə verirlər? Axtarırlar. Varlıdırsa, yaxşı imkanlıdırsa, qızı ona verirlər. Düzgündürmü? Düzgün deyil qızım. Bir professorun bir dənə qızı var idi. Elçi gəlir onun qızına. Varlı da gəlir. Professor da Kasıb da gəlir. Varlı professor öz qızını varlıya yox, kasıba verir. Soruşurlar. Nə üçün? Deyir ki, bu yoxsul oğlanın ağlı var. Bunun kamalı var. Varlının isə atasının malı var. Sabah var qutarandan sonra mənim qızım neyniyəcək? Amma bu ağılla həmin bu kasıb oğlan varlanacaq. Gözəllik nədir qızım? Gözəllik camaldır. Camal sönüb gedənin biridir. Amma kamal qalır. Professor da oğlun həmin qızını ona görə oğlana verib ki, görüb bu kamallıdır. Ona görə də qızım camala gücü vermək lazım deyil, kamala gücü vermək lazım. Və söhbətimizi davam elətdirəcəyik. Çox maraqlı mövqeyiniz var. Amma bizim tanınmışlarımızdan Hökümə Qurbanovanın sujeti var. Gəlin ilə bərabər izləyək, daha sonra burada olacaq. Səhnəyə gəldi. 1940-cı il realist teatr məktəbinin layiqli davamçısı oldu. Coşqun, emosional xarakteri və musiqili lirik səsi ilə seçildi. Sevildi və yaddaşlarda qaldı. Mən onu tapmalıyım. Qoy hamı bilsin. Qoy hamı eşitsin ki, mənim tərlanım günahsızdır. Mən onu tapmalıyım. O 18 ildir ki, bu xəbəri gözləyir. Mən onu torpaq altında yatan minlərlə günahsız müqəssirlərin içində olsa belə tapacağım. Qulağına pıçıldayacağım. Qalx, qalx, mən sənin sevincin. Qalx, mənim həyatım, qalx, mənim nakam məhəbbətim. Qalx, sənə bəraət verilmişdir. Yüksək temperamentə malik aktrisa dramaturq Cəfər Cabbarlının təkidi ilə kinoya gəlir. 1936-cı ildə çəkilən Almaz filmində yaxşı obrazı aktrisanın vizit kartı olur. Hökümə xanım 1938-ci ildən ömrünün sonuna kimi Akademiya Milli Dram Teatrında çalışıb. Eyni zamanda telestudiyanın ilk diktorlarından sayılır. Teatrda xarakterik obrazları yaratsa da, nədənsə tarixdə misilsiz faciə aktrisası kimi həkk olub. Gəldi hökmüdarım, 20 nəfər. Nə çox göndərirsən bu çaparları. Mənim Antonimi almadığım gün dünyanın ən bədbaxt günüdür, bilir. Söylə xanımı Yana, mən Qay Yulini bu cürümü sevirdim. Yuli iyidir. Ah, dilin qurusun. Tez ol söylə ki, Antoninin tayı dünyada yox. Yuli qəhrəman. And içirəm ki, o ərlər ərini, Antonini bir daha Yuli ilə yanaşı qoysan, qana boyaram dodaqlarını. Bağışla xanımım, gəl bağışla ki, o keçən sevdanı yadına saldım. Onda mən uşaqdım, təcrübəsizdim, balaca bir qızdım, yetişməmişdim. Coşum qaynamırdı o zaman qanım. Gedim, məktub yazım, tez Antoniya. Obrazlarını ustalıqla yaradan, parlaq təbii tərzdə tamaşaçıya çatdıran aktrisa qeyri-adi səsi ilə hər kəsi cəlb etməyə bacarırdı. Bu cazibə aktyor Ələsgər Ələkbərovdan da yan keçmir. Möhkəm sevgi münasibətləri ailə qurmaqla nəticələnir. Bu nigahdan Hökümə xanımın qızı dünyaya gəlir. Lakin hər iki aktyor şöhrət qazandıqca münasibətlər də gərginləşir. Ələsgər Ələkbərovun dözülməz qısqanclığı Hökümə xanımı ayrılmaq qərarına gətirir. Hətta Hökümə xanım bir çox baş rolları oynamaqdan məhrum olur. Onun enerjisi, ehtirası bir çox əks cins nümayəndələrini ofsunlasa da, aktrisanın ruhuna, qəlbinə və dünya görüşünə cavab verən teatr rəssamı Nüsrət Fətullayev olur. Bu izdivacdan qızları Vəfa Fətullayeva doğulur. Vəfa xanım da anasının yolunu davam edir
və tanınmış teatr aktrisası kimi fəaliyyət göstərir. Lakin 1987-ci ildə 41 yaşında Vəfa xanım dünyasını dəyişir. Qızının acınacaqlı taleyi Hökümə Qurbanovaya təsir etməyə bilməzdi. Bir il sonra Hökümə xanım 75 yaşında vəfat edir və öz vəfasına qovuşur. Aktrisa kimi inanılmaz şöhrət qazanan, hər kəsin qibtə edə biləcəyi dərəcədə ehtiyac duyulan sənətkar qadın olaraq istədiyi xoşbəxtliyi qazana bilmədi. Bu da sənətin sənətkara gözlənilməz qismət payı. Sujetimizdən dərhal sonra ayrıldıq və sizinlə bərabərik. Mən bilmək istəyirdim belə bir sualla. Belə bir sual ünvanlamaq istəyirəm. Dünya hələ də güclü kişilər tərəfindən idarə edilir və bu cəmiyyətdə təkcə kişilərin özləri deyil, elə qadınların da böyük hissəsi tərəfindən normal qəbul edilir. Siz necə düşünürsünüz? Siz necə bunu normal qəbul edirsinizmi? Mən xüsusilə bu sualı verirəm, çünki maraqlıdır bayaqki fikirlərinizlə. Gözəl sualdır, lap yaxşı sualdır. Qadın nə qədər güclü olsa da, nə qədər özünü güclü hesab eləsə də, nə qədər desə də ki, mən qürurluyam, mən vüqarlıyam, əgər onun arxasında güclü bir kişi durmasa, o heç vaxt güclü ola bilməz. Heç bir qadın deməsin ki, mən güclüyəm və o arxasında söylənəcəyi həmin güclü kişi olmasa, o heç vaxt güclü ola bilməz. Mənim fikrim belədir. Amma Cəfər Cabbarlının piyesi var, Sevil piyesi. Almaz piyesi də, Sevil piyesi də. Çox güclü olur, amma arxasında əksinə. İndi qoy mən deyim. Deyən görüm qızım. İzah edeyim. Cəfər Cabbarlı Sevil piyesində göstərir. Yəni, qadınları gücsüz məxluq bildikləri halda, amma Sevilə gülüş savadlı idi deyin, gülüş ona elə kömək elədi ki, gülüş artıq müəllimə idi, onun gözü açıq idi, o bilirdi hər şeyi. Ona görə də ona qalx bacım, qalx, güclü ol, ona kömək elədi və ona kömək eləməsəydi, Sevil bu başqadır. Qızım, söhbət çadıra məsələsindən gedirdi. Çadıra altında qalan qadınlar dünya görüşü olmadığına görə Balaş kimi orada başqa mövzuda gedir qızım. Balaş demək nəfsinə qalib gələ bilmədi, öz nəfsinin qurbanı oldu və bayaq mən dedim, dini danan bir qadın və əxlaqi cəhətdən ümumiyyətlə zəif idi o qadın. Həmin qadın demək öz tamahına görə, öz demək varlanması üçün Balaş kimi zəif kişiləri ələ aldı və Balaş nəyin aludəsi idi? Balaş nəyin aludəsi idi? Balaş demək bu qadının gözəlliyinə vurulub, onun gözəlliyinə aldandı, gözəllik aldası oldu və onu kimi içkiyə qurşandı. O öz nəinki ailəsini, hətta atasına da o yaxşı münasibət bəsləmədi və onun nəticəsində də qızım o nəfsinin qurbanı oldu. Cəfər Cabbarlı göstərir ki, hər bir insan öz nəfsinə qalib gəlməyi bacarmalıdır. Və həmçinin burada belə bir, mən elə anladım ki, yəni